Hörmətli həmkarlar, əziz şagirdlər və valideynlər. Bu kitabın yazılmasında əsas məqsəd Azərbaycan dilinin nəzəri və praktik biliklərini tapşırıqlar üzərində yoxlamaq, eləcə də şagirdlərin ana dilinə olan marağını və sevgisini artırmaqdan ibarətdir. Mətnlərdə milli mənəvi dəyərlərimiz, eləcə də müasir mövzuların balanslı şəkildə təqdim edilməsi şagirdlər tərəfindən diqqətlə qarşılanacağından əminəm. Eyni zamanda şagirdlərin yaş və maraq obyektlərini də nəzərə almışıq. Bu vəsaitdə təkcə şagirdlərin nəzəri və praktik bacarıqları deyil, eyni zamanda yaradıcı düşüncələrini inkişaf etdirən tapşırıqlar da əks olunmuşdur. Azərbaycan dili üzrə 4 məzmun xəttinin hər birinin əks olunduğu bu vəsaitin geniş ictimaiyyət tərəfindən seviləcəyinə əminik. Biraz hərflər, biraz bu tərəfə elə bir şey var, klasik var, klasikə dəymir, gəl biraz retro yazılan tərəfə, retro yazılan. Ayso, biraz belə elə, orada fold var, foldu tapalım. Bu oldu, B tapmıyordu, tamam. İndi o yuxarıda A hərfi var, onu 2 dəfə vur, bir də vur, var. Bitti sözü var ya, yukarıda sağda, onu yukarıda sağda bir şimdi onu biraz yukarı kaldırdı, o sözü biraz yukarı kaldır. Ya aşağı sal ya yukarı terbiyor. Aksiyon yanı bir tane daha var. Evet, yok. Her şey sonraki bölüm sonraki.